Bir daha hamınızı xoş gördük, əziz gənclər, sabahınız xeyir olsun. Adım Afiq Məlikovdur. Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası, İctimai Birliyinin həm təsisiyəm, tələb olanda gənc olanda biz bu təşkilatı yaratmışıq. Çünki illərdir həmin təşkilatda müxtəlif layihələri icra edirik sizin kimi gənclər üçün. Qabaq maariflənmək üçün və kənarlarında deyirəm, biz Bakıya gedərdik, başqa rayonlara gedərdik. Şimdi isə yaxşıdır ki, artıq təşkilatlar özləri gəlir Lənkəranda və regionlarda tədbirlər keçirlər. Və sizə tövsiyə edirəm, ümumiyyətlə bu cür maarifləndirici tədbirlərdə mütləq şəkildə çalışın, iştirak edin. Burada həm sizin dünya görüşünüz zənginləşir, sizin bilikləriniz, təcrübələriniz artır. Avropalı sertifikatda qazanmışsınız ki, sabah iş yerinə, arası müraciət edəndə indi baxırlar, ictimai fəaliyyəti çox dəyərləndirirlər, könüllü kimi arada fəaliyyət göstərmişsinizsə, onu dəyərləndirirlər. Biri var ki, məsələn, CV-nizdə həmin hissələr tamamilə boş olsun, amma biri var baxıb göstərək ki, bu uşaq həqiqətən də çox fəaldır, ictimai fəallık verir. Yəni, işə götürəndə belə şeylərə çox üstünlük verir. Yəni, mən bunu təcrübəmdən deyim. Bizim bugünkü layihəmiz adlanır, insan alverinə qarşı mübarizə maariflənmədən başlayır. Yəni, həqiqətən, belə deyək də, bunun qarşısını top tüfəylə almaq mümkün deyil. Yəni, bu qədər global böyük bir problemdir ki, dünyada üç ən böyük problemlərdən biri budur. Biri qanunsuz silah alveridir, biri qanunsuz narkotik ticarətidir, biri də insan alveri. Yəni, üçünün də gəliri o qədər çoxdur ki, demək olunur birinci yerdə hansı gəlir. Yəni, tez-tez yerlərini dəyişirlər, bir-birlərini əvəz edirlər. Ona görə ən dəşlətisi də odur ki, silahı başa düşdük və ya narkotik başa düşdük, amma insanı alıb satmaq. Yəni, təsəvvürümüz bazarda nəsə alıb satırıq, amma gör insan orada hansı vəziyyətdə. Yəni, ümumiyyətlə, insan alveri insan hüquqlarının ən çoğu şəkildə, ən pis şəkildə pozulmuş olması. Dövlət dəstəyi agentliyi bu fürsətdən istifadə edib, mən də qeydi agentliyinə özlərini təşəkkürümü bildirirəm ki, bu tip maarifləndirici layihələri maliyyələşdirir. Və nəhayət, regionda ən böyük tərəfdaşımız olan Lənkəran Astara Regional Gənclər Regional İdarəsidir. Bunların simasında mən Lənkəranlarına bu iki əxanlara təşəkkür edirəm. Başda rəhbərlik olmaqla, qəmqanı olmaqla, könüllü olmaqla. Yəni, həmişə bizim tədbirlərin həyata keçirilməsində istər burada, istər digər məqalarda yaxından dəstək olurlar. Çox sağ olun. Bir daha yararlanılan İstanbul Lənkəran Regional Vermələsində rəisiyyətləri olacaq. Gənclərimizə uzan bilimlikə böyük fərqlə iştirak edəcək. Təlimin mahiyyətini daha açıq şəkildə təlim prosesində izah olunacaq. Daha yaxşı başa düşəcəksiniz. Günümüzün ən qurban problemlərindən biri insan olabilir. Bu məsələ ilə bağlı hər bir gənc maariflənməli və bu işdə lazımi dəstək göstərilməsində siz gənclərə ehtiyacınız var ki, bu məsələdə bir növ sizin fikirləriniz və sosial həyatda göstərilməsində daha geniş olacaq. Bir daha hər bir işlərə arzulayıram sizin təşəkkürlərinizi. Mən də öz növbənizin hamınızı salamlayıram. Xoş gəlmişsiniz deyirəm. Şimdi layihə rəhbəri sizlə bu barədə danışdı, qısa olaraq məlumat verdi. Mən də istəyirdim mövzunun əhəmiyyəti barədə məlumat verdi ki, bəli, insan alveri qədim zamanlardan tutmuş indiyə qədər çox qulağal yaratmış bir problem. Bunun arxasında çoxlu sosial psixoloji fəsadlar var. Bu gün hamımız burada oturmuşuq. Əgər bu barədə bizim tam olaraq məlumatımız olmasa, ola bilər ki, biz də insan alverinin nə vaxtsa qurbanını çevirdik. Bilmədən, maariflənmədən, düzgün yanaşmadan bir iştirakçısına çevrilərini qədər qurbanılacaq. Mümkündür. İstəyərək ki, bizim seminarımız interaktiv şəkildə olsun. Hər öz fikrini bildirə bilər. Yerindən əlbəttə ki, ayağa qalmaya ehtiyacı yoxdur. Yerindən qəbul qalır, yerindən danışması bu barədə məlumat verir. Sizinlə çoxlu təlimlər keçirilir. Karyera məsləhətçisi, oldu belə təlimlər, karyera qarşısı, oldu vacib təlimlərdir. Amma maariflənmə yerində deyərdir ki, bu seminar çox böyük əhəmiyyəti var. Çünki biz bu barədə maariflənsək, həm özümüzün, həm yaxınlarımızın, dostlarımızın həyatını xilas edə biliriz. İndi mən auditoriyaya sual verirəm. İnsan alveri nədir? Sizin bu barədə fikirləriniz nədir?
Nədir insan alveri? Nə demək? Buyurun siz. İnsan alveri növləri çox, yəni daha çox şəkilli alveri mümkündür. İnsan alveri hər hansı bir insanın hüquqlarının pis bir şəkildə tapdalanaraq onun hər hansı bir məqsədlə istifadə olunması. Xanım siz? Bence insan alveri yani insan orqanizmində olan satmayı, belə bir şeylər, bunlar da daxil, yəni dediğim kimi çoxdur. Siz fikriniz var mı? İnsan alveri təkcə orqanlama satılması deyil, kiməsə sormadan onu evləndirməyə və ya namus işlərdə... Erkən nikah demək istəyirsiniz də yəqin. Daha buyur. Bəzi zamanlardan da olur. Məsələn, tarix dərslərində yazılır ki, bu əsasın kiminsə köləliyin altında işləyir. Yəni, Kimisə köləyə çekilir. Çox gözəl. Baxın, burada deyil. İnsan qaçanmalısıdır. Birbaşa və ya dolayısı yollarla maddi və ya digər gəlir əldə etmək məqsədi ilə şəxsin vətəndaşlığı və ya daimi yaşayış yerinin olmadığı iştirakçı dövlətə qanunsuz gəlməsinin təşkil edilməsi üzrə sözləşmə. Bunu artıq biz izahını deyirik. İstismar yəni. Baxın, bayaq danışdıq. İnsanlar istismar olunur, satılır, alınır. Söhbət nədən gedir? Qaçanmalçılıqdan ya alverdən? Hə. İnsan alveri qurbanı nəyə məruz qalır? İstismara. Görə indi bu istismar nə deməkdir? Necə istismar olur insan? İki halda insan istismar olur. Ya insan bədəni istismar olur, ya da insanın əməyi istismar olur. İnsan bədəninin istismarı. Birinci cinsi istismar. Ən böyük bəli. Azərbaycanlı insanların cinsi istismara məruz qaldığı adını çəkmək istəmədiyim bəzi dövlətlər var. Buradan qızların və ya qadınların, bəzən də kişilərin oğurlanıb o ölkəyə aparılması. Niyə oğurlanır? Necə oğurlanır? Bəzən qarşı tərəfin öz razılığı əsasında aldadılaraq oğurlanır. Biri şantaj. Bir yolu deyil. Məsələn, işsizlikdən istifadə edən bəzi iş adamları, dırnaq arası iş adamları elan olurlar. Bizə işçi lazımdır. Gənc oğlanlar və qızlar işə cəlb olur. Bizdə masaj xidməti var, bizdə nə xidməti var, o xidməti var. Hərəlik bu işdə bu qədər pul, 200 manat, 300 manat, hərəlik bunu işdə və xunada işdə orada kartuz falan sonra. Mütaliə edənlər var mı içinizdə? Yox. Böyle Azərbaycan yazısı var, Sovet ədəbiyyatının görkəmli nümayəndəsi, Mirzi İbrahim. Onun bir romanı var, Gələcək Gün. Hardasa 56-60-cı illərdə yazdılarsa, bəlkə də ondan var. Burada da bu mövzuya toxunur. Biri də bu qlobal problem və qədim bir tarixi olan problem. Bu işdə azdır pul, orada iş var, o daha yaxşı. O həmən işlə daha adını çəkmirlər, o insan rəkalənir. Sonra deyir ki, sən burada aya bu qədər qazanırsan, mən səni göndərirəm Dubaya, nə bilim, hara göndərirəm. Orada daha çox pul qazanırsan. Qarşı tərəfdə deyir ki, mən getmək istəmirəm. Anında nə işim var? Video, bizim əlimizdə sənin videon var, şəklin var. Getməlisən, mütləq deyil. Bu şantaj yox. İnsan alverinin ümumi formaları hansıdır? Məcbur etmə, azadlığın məhdudlaşdırılması, mənfəət güdülməsi. Baxın, bu 3 dənə saydığımız məsələ olmalıdır ki, biz həmən o hadisəyə insan alveri deyək. Məcbur eləmə olmalıdır, insan məcbur olmalıdır əməyə, aparılmalıdır. Azadlığı məhdudlaşdırılmalıdır, çünki kiməsə azadlıq versən, o məruz qalmaz ki, gedərdə qalmaz orada, qaçar. Bir də mənfəət güdülməsi. Yəni orada mənfəət olur, ya satıb pul qazanacaq, ya əməyindən pul qazanacaq, nəsə orada mənfəət olur. İnsan alveri məqsədi ilə əməyin istismarı hansı hallarda olur? Necə çalışılır? Məsələn, dedik ki, insan bayaq əməyinin istismarı hansı hallarda olur? İndi biz buna demək üçün ki, bu insan alveri məqsədi ilə əməyin istismarıdır, bunlar hansılardır, bu qədər danışacaq sizə. Qeyri-qanuni və kölgə iqtisadiyyatında çalışma. Kölgə iqtisadiyyatı bilirsiniz nədir?
qeyri-qanuni iqtisadiyyat. Məsələn, qanuni olaraq zavod var, fabrik var, ondan sonra sahələr var, belə deyək də, müxtəlif mülkiyyət formaları var. Bir də var ki, bunlar gizlin fəaliyyət göstərir, vergi ödəmir, gizlin öz işlərini görür. Heç bir hüququ məsuliyyət daşınmıyor, belə deyək, bunlara deyirlər kölgə iqtisadiyyat. Və yaxud qeyri-qanuni iqtisadiyyat. Yəni, qanunun dövlətin oradan xəbəri yoxdur. Orada çalışdırmaq üçün də müqabiləsində işçilər lazım. Kimdir həmən işçilər? Satılan insanlar, qullar, kölələr, müasir kölələr, müasir qullar. İnsan alverinin ümumi formaları arasında. İnsan alverinin məqsədidir digər istismarlar cəlb olunmaq hallarında. Məcburi sürüqədən bayaqlarını tanışdır. İnsan orqanlarının və toxumalarının transplantasiyası burada tanışdır. İstismar məqsədi ilə qanunsuz övladlığa götürülmür. Nə başa düşürsünüz? İstismar məqsədi ilə qanunsuz övladlığa götürülmür. Ailəsiz, yəni anası atası olmayanlar çıxarırlar üçün deyirlər ki, var orada uşaqları götürürlər, övladlıq üçün güya. Övladlıq əlinə götürüb onları işlədirlər, onlara Mənfəət götürürlər. Məsələn, indi bizdə də Lənkəranda da uşaq evi var. Kimsə istəsə gedib oradan, bütün uşaqlara düzdür, götürmək olmaz. Çünki onların bəzilərinin bağlayından gəlib dəyər uşaqlar. Elə uşaqlar da var, heç kim yox. Onları övladlığa götürmək olar. Kimsə də gəlir olar, məsələn, ana da, atadır, dayım da ki, iş adamıdır. Nə gözəl uşaqdır, bunu bura qoyan ananın beli sırsa, atanın başı dağılsın, nə bilir. Mən bunu götürürəm, aparam, 2 dənə uşaq götürürəm. Nə bilir, orada götürdü, apardı. Uşağı bölübdü, başladı işlər. Sən mən götürmüşəm, sənə çörək vermişəm, sən yetimxanada ölüb qalmışdın. Daha bəlkə yetimxanadakı uşaqlar və evdəkilərə daha yaxşıdır. Gedimsiz oraya, əlaqəmiz var, hər məsələn, sərbəstlər də belə deyil. Kötü oldu, götürülür. Baxırlar da hansı uşaq sağlamlığı yaxşı işləyirlər və yaxud uşaq qızları götürülür və böyüyəndən sonra satılır. Hərbi qruplaşmalarda istifadə məqsədi ilə cəlb edir. Məsələn, Rusiyada, Ukraynada müharibə gedir, bu ölkə bu qədər pul təklif edir, o ölkə o qədər pul təklif edir, şirniklərini qaçır, pasport əlindən alınır və sonra nə olur? Çox yaxınlıqda mən gedib Rusiyada müharibələrində sənin vəziyyətində bir qolu yoxdur, böyle işləmir, amma bir sən ölənə qədər ki, sən buraxmayacaq, o da məcburi həbsə gedir. Nətəli? Ya həbsə gedir. Ya bir var müqaviləyə nə gedir duruşma? Müqavilə bağlayır, pul alınır qarşılığında. Bir də var ki, məcburi cəlb eləmək. Məsələn, necə məcburi satılır hansı ölkəyə, orada məcburi vuruşdurulur. Məcburi cəlb olunur, ya ədəcəsən də burada cəlb edilir. Hər iki tərəf. Başqa ölkə. Bir tərəf terror qruplaşmaları. məcburi dalanıqlı verildi. Misal çəkmək olar əslində 92 müharibəsində 90-cı illərdə Azərbaycan 1-ci Qarabağ müharibəsində ermənilər tərəfindən muzdur döyüşçülər var idi. Muzdur başqadır. Muzdur pul alır yəni döyüşməyə. Bu muzdur döyüşçü pul alır. Əsasən onlar Afrika ölkələrindən kasıbı. Onlar pul alırlar vuruşmağa. Döyüşçülər, nayon döyüşçülərdir onlar. Bir də var ki, bir qrupu iş adını aparırlar başqa yerə, oradan göndərirlər müharibəyə. Deyirlər, geri qayıtsa güllələyəcək, get vuruş. Sən vuruşsan, biz səni bəlkə buraxır. O da azadlığı üçün başlayır vuruşmağa. Ya öləcək, ya da qalacaq. Əsasən insanlar kasıbçılıq və işsizlikdən qurtulan məqsədi ilə ölkəni tərk edir və çox vaxt bütün şərtləri qəbul edərək ölkəni tərk etməyə razı olur. Nə olur olsun, mən buradan çıxıb gedir. Nə olur olsun, mən bu ölkədə qalmayayım, kasıbçılıqdan əziyyət. Burada bir söz deyil, bütün şərtləri. Və belə insanlar da aldadır, bir mən səni aparacaq başqa ölkəyə, səni gizli deyil, nə olursa olsun, mənə çıxartır ölkədə. Gedər ora çatır, artıq öz hüquqları öz əlində olur. Başqa bir səbəb. Dövlətlərin coğrafi ərazi yaxınlığı və iqtisadi inkişaf cəhətdən bu ölkələr arasında olan böyük fərqlər. Məsələn, iki qonşu dövlətdir. Birində vəziyyət çox gözəldir, o birisində isə kasıbçılıdır. Misal Rusiya Ermənistan. Bu qonşu ölkə deyil, Qonşu. Rusiya Ermənistan sərhədi var. Sərhədiyə. Ola bilər baxarız. Gedim o ölkəyə. Afrika ilə Avropanın seçki var. Haradadır o? Hansı ölkədədir? İspaniya ilə Çox gözəl.
ha, qaçın bu yoldan oraya kadar, bu gəmiyə minin, kat eləminin, biraz yoldur da, bir 5-6 saat. Şimali Karayel'de Cənubi Karayel'de. O biraz fərqli. Çin düşmən. Gelir o ülkeye, gelir orada rahat istismara maruz kalır. Mesela Amerika ile Meksika değil ve Arjantin'de değil. Latin Amerika ülkeler. Bazılarında vəziyyət çox gözəldir, bazılarında vəziyyət. Bazı ülkede tez bir zamanda gözəl yaşayış imkanları yaratmaq ilə insanlar bu miflərə tez qalır bağlanırlar. Bizim benim buyurun, deyin sualınız. Sorunla ta ki bu ülkeden ülkeye çıkıyor, Qaçqın kimi. Bu bir ülke ta ki Amerika'da Qaçqın kimi onun hüquqları tanınmayacaq. Yani. Qaçqın kimi tanınacaq. Tanınacaq. Amma əgər onu baxır kimlərlə qarşılaşır orada. Başa düşdünüzmü? O aldatılır. Məsələ. Bizdə bəzi insanlar var, bizdə bütün dünyada var. Məsələn, bu ölkə mənim yerim deyil, mənim savadım, bazarım çox güclüdür, mənim yerim Avropadır. Bir var deyilsin ki, mən gedib Avropada yaşamadım, o başqa məsələ. Bir də var özüm miflərə inanır da, orada öz biznesini quraram, orada belə eləyərəm, mifdir, yalanma özüm inanırım. Nə yolun olursa olsun, mən gedib başqa ölkəyə. Orada dəllallara əlinə düşür və həmən ölkələrə insan istismarına məruz qalır. Təhsilin aşağı səviyyədə olması, onların qarşılaşacağı təhlükələr haqqında tanınması. Bax, qardaş bayaq. Yazmaq bilmir, oxumaq bilmir, adı güclə yazılır, təhsili aşağıdır. Bir kağız qoyurlar qabağına, baxmıyorlar nə yazılır. Orada bir iki dənə logotip zad görür, orada Avropa İttifaqının ulduzun. Elə bilir ki, bu həqiqətində qanuni sənədir. Tez bol çəkilmən gedir başqa ölkəyə. Məlumatı yoxdur da. Bir misal var, biraz pis misaldır. Getdim kebab yiyinə, gördüm uzunluğa bağlayırlar. Elə bir misal var. Gedir, gördüm şəhər kimi başqa. Hüquq yox, qanun yox, qayda yox, bunun üçün var ya, bunun üçün yox. Pasport yox, məlumat yox. Öz insan olduğu bir baş vermə səbəb edir. İnternetin çox xeyri və ziyanlı tərəfləri var. Bayaq dedi, kimlərsə tanış olmaq, şantaj yolu ilə, elanlar yolu ilə, başa düşdünüzmü? Kimsə bizim başımıza belə bir hadisə gəlib, bizim başımıza gəlməyib, yəni bu işin içində olmuşuq vaxtıyken. İnternetdə o vaxtda Facebook'da 2017-ci bir qrup asılmışdı, mən də o qrupun üzvüyüm. Orada göy elmi məlumatlar paylaşırlar. Bu qrupun adminləri 2 dənə qardaş idi, gənc olan, göğlər Türkiyədə oxuyurlar, hüquqi təhsil alırlar. Üstündən bunu biraz keçdi. Burada da paylaşırlar, hər məlumat paylaşır, nə paylaşır. Bir nəfər qrupda paylaşım eləmişdi ki, hörmətli dostlar, biz hamımız aldadılmışıq. Belə bir insanlar yoxmuş, bunlar bilinmiriz kimlərdir, şəkil qoyublar, böyle bir nəfər adamdır. Yəqin bunlardan istifadə edirlər də, qrupda olan qızları yığıblar, aparıblar, başlarına oyun gətirirlər, bilmirəm. 2 dənə belə qəşəng olan şəkli qoyurlar, görürlər 2 nəfər. Ancaq baxırım olan videolar, bunlar Hindistan, Pakistanlara oxşayır, yəni Azərbaycanda video yoxdur. Sizə xarici ölkədə ailə qurmaq. Belə firmalarda var ki, xaricdə ailə qurmağı təklif edir. Məsələn, bizim bəzi oğlanlar fikirləşir ki, bizim ölkənin qızları mədəniyyətsizdir, vadiyyətsizdir və yaxud onların səviyyəsinə uyğun deyil. Bizim bəzi qızlar da fikirləşir ki, bu ölkənin oğlanları hamısı vəhşidir, mədəniyyətsizdir və yaxud kimləsə xaricdə ailə qurur, burada karyeranın qurur, qarşılıqlar qazanır. Pisdir bizim oğlanlar, pisdir bizim qızlar. Onlar hamısı mağar adamlarıdır. Bizim oğlanlar özləri pis aparır, bizim qızlar özləri apara bilmir. Olur mu böyle şey? Olmuş ama. Belə düşüncəyə maruz olan insanlar yoxdur. Var. İndi firmalarda sizə xaricdə ailə ədəmi filan qəsməkən. Bu işlərə də ədliyyə nazirliyi baxır. Yəni, nikah insanlar. Ədliyyə nazirliyinə sorğu göndərir ki, məsələn, belə bir firma sizdə qeydiyyatdadır. Hə, deməli bu lisenziya qanunu. Yox, deməli yox. İkinci məsələ. Məsələn, bizə təklif edirlər Fransanın hansısa kəndindən, nə bilim kimi, filan kəsdən ailə yoxdur. Biz gedirik Fransa səfərindən müraciət edirik. Sizdə belə bir adam var ya, yoxdur. Səfəri də sorğu göndərir həmən şəhərin polis qərarına. Bunlar bilir ki, bizdə belə bir adam yoxdur. Deməli, nədir?
düzəltmək qurmalı. Buyurun. Belə bir şey eşitmişəm ki, hər səviyyədə başqa ölkələrlə savaşı olmaq üçün bir qızla müqavilə bağında birləşdirən pul şərti ilə və üç saylı ilişki olaq, yəni edildiyi kimi, prosto başqa bir, sən ayrıca, mən ayrıca. O başqa məsələdir. O oradakı məsələdir. Qeyri-qanuni bir şeydir o da. O da orası qeyri-qanunidir. Ondan sonra sərdən sonra ayrılırlar. Bizdə bir mağazada satıcımız var idi. O belə eləmişdi, 32-33 yaşı olardı. Türkiyədən bir bəylə 300 manat verdi şirkətə. Bəy tapdılar, 41 yaşında bir bəydi. Evlərində hal-hazırda ailədir. Onlar bunu özlərini tapdılar. Şirkət idi, 300 manat pul verdi. O da onun onlar qanuni şirkətlərdir, başa düşdünüz mü? Amma qeyri-qanuni şirkətdə qanuni necə yoxlayır? Həmən ölkənin səfirliyi vasitəsilə və Ədliyyə Nazirliyi vasitəsilə yoxlayır ki, belə bir şirkət qanunidir, qeyri-qanuni. Çünki şirkət qanuni olanda sağ o vətəndaşın başına bir iş gəlsə, onun yaxınları gedib şirkətdən yapışa bilirlər, məhkəməyə verirlər. Amma şirkət qeyri-qanunidir. Bir aydan sonra yoxdur şirkət. 10 nəfər yıldı satdı başqa ölkəyə, yoxa çıxdı gedir. Aydındır. Yaxından tanımadığınız şəxslərin sizin bizdə var, pasport almağınızda köməklik göstərmələrinə qətiyyən razı olmayın. Eləcə də aldığınız vizada göstərilən müddətdən artıq xarici dövlətdə yaşamağa cəhd edilir. Çünki bu ciddi qanun. Filankəs mənə viza almağımı kömək edir, tanıdığım, bildiyim, etibar etdiyim firma və ya şəxsdir. Və ya bu vizada göstərilir ki, mən burada qalaram 15 gün. Orada mənə bilirsən, biraz da biz səni sərhəddən yola salarım, aldadır bizi. Bu qanun pozulsun. Orada mənə həbs edirlər. Başqa ölkədə qeyri-qanun qaldığına görə boynuna cərimə gələrlər. Bir ilsə bir. Ondan sonra gəlib vizanı təzəliyib qaydına axtarır. İndi baxaq ki, əsas məsələ. Kimlər risk qrupuna daxildir? Yəni, insan alverlə məruz qala bilər. Hansı qrupdur? 18 yaşa qədər uşaqla yenilik var. Bilirik ya. BMT-nin nəyi var? Uşaq hüquqları konvensiyası var. Xəbəriniz var da yəqin. Güney. Orada 18 yaşına qədər hər kəs uşaq sayılır. 18 yaşından sonra da yetkin şəxs kimi dayanadır. Uşaqla yeniliklər, risk daşıyır, insan alverlə məruz qalmağa. 18-25 yaşına qədər olan gənclər risk daşıyır, çünki əsas işçi qüvvəsi olardı. Onları aparıb işlədirlər. 30 yaşa qədər gənc qadınlar risk daşıyır, çünki xarici ölkələrdə cinsi istismara məruz qala bilər və yaxud daxildə elə istismara məruz qala bilər. Bayaq dediyimiz kimi, aldadlar, şantaj olunan və nə olar? İstismar olunur. Havada vardı, məktəbli 4 nəfər vardı. Benim sınıflarına bağlanan cəmanın bir yerdə almışlar. Ondan gəlsin. Adam da köy bağlarda. Bilmem tam orada sanırım. Ben ne bilmiyorum ya. Böyle Sen işte sen de oraya Təzəliklər və salamlıq sizlərə, adım sizə İsmail məlumat verilir. İslam alverlə bağlı, hörmətli dəyərimizin Tarıq Məclisi Çıxar qədər məlumatlar verirlər. Qanunvericilik sistemi, həm milli qanunvericilik kontekstində, eyni zamanda beynəlxalq qanunvericilik kontekstində bu məşədə bir məlumatın təsadüfləri barədə sizlərə məlumat verir. Onun ilk dövlət diqqəti çatdırmaq istəyirəm ki, BMT-nin statistikasına görə hər il dünyada insan alverində, yəni insan alverinin
səbəbkarlar sübutda 32 milyard dollar vəsait əldə edirlər. Və ən əsas məqam olan ibarətdir ki, insan amilləri nəyə görə bizim sürələri sağlıq ona görə təhlükədir ki, insan amilləri baş verdikdə insanların əsas fundamental hüquqları pozulur. Bu zaman nə baş verir? Yaşamaq hüququ pozulur, tibbi yardım almaq hüququ pozulur, əmək hüququ pozulur, hansı ki, təqdim olunmuş siz bunların hər birisinin şahidi olduğunuz. Bu baxımdan insan amilləri bütün dünyada qadağan olunan və insan hüquqlarında ən çox aslında qazanan hüquq-əzil əməllərdən biridir. Və ona diqqətsiz çatdırmaq istəyirəm ki, eyni zamanda belə bir fikir var ki, insan amilləri həm milli və eyni zamanda transmilli cəmiyyət sahib. Ümumilikdə insan amillərinə qarşı 40-a yaxın sənəd var ki, yəni ki, bu dəhşətli cəmiyyətə qarşı, hüquq-əzil əməllərə qarşı mübarizə aparır. Biz Birləşmiş Millətlər Təşkilatının konvensiyaları müsabiqət etdikləri, bunlara eyni zamanda Avropa Şurasının 5 konvensiyasını müsabiqət etdikləri, Beynəlxalq Əmək Təşkilatının 5 günkü konvensiyası ki var, insan amillərinə qarşı mübarizə sahəsində bütün mübarizə aparan sənədlərdən biridir. Nələrdə çıxış edən ekspertimiz, təlimimiz yəqin zərbi məlumatları sizə verdi. Sadəcə mən sizə soruşmaq istəyirəm bəzi şeyləri. Məsələn, insan amilləri ilə bağlı bir faktdan bilgilərsəniz, nə edərsiniz? Hara müraciət edirsiniz? Polis. Sonra çeşitlərimiz Mama polis işləyirsiniz. Yaxşı. Sonra başqa variant. Harası kimdir bizə müraciət? Nəyi yazacaqsan? Hansı nömrəni yazacaqsan? Qaynaq səs kimsə dedi. Neçədir? Mən elədim. Məqsəd bu idi ki, sizin diqqətinizi buna çəkmək istəyirdim, məzun gənclərdir. Ümumiyyətlə, Daxili İşlər Nazirliyinin yanında bayaq konfliktlər qeyd edərlər. İnsan amillərinə qarşı mübarizə baş idarəsi var. Onun qaynaq xətti var, qaynaq xətti 152-dir. Yadda qalanlar. Azərbaycan daxilində istənilən vaxt, gecə-gündüz yığa bilərsiniz, pulsuzdur. Yəni, belə hallarda şübhəli vəziyyət olsa, mütləq şəkildə birbaşa yığıb məlumat verə bilərsiniz. Sizin anonimliyiniz də qorunur. Yəni, adınız içində hallanır, kim xəbər verir, amma müsbət haldır. Yəni, bunu sadəcə öz yadınızda saxlayın. Bir də insan amillərinə qarşı mübarizə baş idarəsi ilə əməkdaşlıq edən koalisiyalar, yəni bu haqqda sizə bir dəqiqə məlumat vereyim. Bir də statistikanı sizin nəzərinizə çatdırım. Zəhmət olmazsa diqqət edeyim. İnsan amilləri nəfərləndir, bir də insan amilləri qurbanları nəfərləndir. Bu hallardır, bu da o həmin şəxslər, müəyyənləşdirilmiş şəxslər. 2021-ci ildən 25-ə qədər 5 il statistikasıdır. Qurbanların sayına fikir versəniz, təxminən eyni istiqamətdə qalır, 90 civarında. Amma 2025-də yarı-yarıya təxminən azalır. Zəhra Qayıtmazova. Ümid edirəm növbəti tədbirimizə qayıdarıq. Hazırlaşıq Nurana Eyvazova. Hazırlaşıq Nəzrin Quliyeva.
Miraha Qurbanov almış. Hazırlaşır Məlikə Məmmədov. Hazırlaşır Ali Abbas. Lidya Abbasova. Hazırlaşır Samir Nəcəfov. Hazırlaşır Məlikə Hüseynzadə. Məmmədzadə hazırlaşır. Yekunlaşdırır olsa ki, hazırlaşır Gülzar Abdulova. Ülker Hanım, siz gelmeyin. Hazırlaşır Nail Bayram. Hazırlaşır Yeganə Abdullayev. Hazırlaşır Aysu Hüseyin. Hazırlaşsın.